İbadət 70 qismdir. Əfzəluha tələbul halal. Ən üstünü halal ruzu qazanmaqdır. Ən üstünü buyurur. İbadətin ən üstünü halaldan ruzu qazanmaqdır. Eyni zamanda dərs oxumağı da aid eləyə bilər. Çünki bir gənc dərs oxuyursa, onun neçə məqsədi olar? Bir, elmin savabı var, elm oxumağın savabı. O ayrı, ondan da əlavə gələcəkdə elmi vasitəsilə ruzu da qazanacaq. Odur ki, həm də o ibadətin savabı təhsil almağa yazılır. Bizim axı günümüzün böyük bir hissəsi dünya işləri, adlandırdığımız işlərə gedir də. Günümüzün böyük hissəsini biz işdəyik, çalışırıq, məsələ işlər görürük. Onlar o böyük hissəsi ki, günümüzün dünya işi adlandırdığımız işlərə sərf edirik, onu ibadət dairəsindən çıxartsaq, onda mənəviyyat hardan qazanaq biz? Ancaq namazdan o mənəviyyat bizə bəs eləmir. Başa düşürsünüz? Bizim ancaq namazdan mənəviyyat intizarındayıqsa, o bizə bəs eləmir. Bizim günümüzün böyük saatı biz müxtəlif başqa işlərlə məşğul oluruq. Ev işləri ilə məşğul, hərənin bir işi gücü var da nəsə.